Salam, xoş gördük dəyərli izləyicilər. 26 oktyabr tarixini yaşayırıq. Bildiyimiz ki, 25 oktyabrda axşam saatlarında Kürdəmir rayonunda çox dəhşətli bir avtomobil qəzası baş vermişdi. Bu qəza nəticəsində bir ailənin 2 üzvü dünyasını dəyişmiş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu tip qəzaların baş verməsinə səbəb isə deməli, pərakəndə necə gəldi idarə olunan texnik traktorlardır ki, və onlara məxsus olan qoşqulardır. Dünənki qəzada da deməli traktorun arxasında 4 metr 5 metrə qədər təqribi enində olan ağır bir mala var idi. Çox yəqin ki, sürücü bundan xəbərsiz olub və bu nəticədə bu qəza baş verib. İndi nəzərə alsaq ki, payız aylarıdır, əkin vaxtlarıdır. Bu asfalt yollarda mütəmadi olaraq traktorların və belə qoşquların olmasını izləyirik. Biz buradan bu video vasitəsilə Baş Dövlət Yol Polis İdarəsinə səslənirik. Yaxşı olardı ki, yollarda reydlər keçirilsin. Ən azından bu qoşqulu traktorların heç olmasa kötanında və malasında hər hansısa bir znak qoyulsun, işarə, işıq qoyulsun ki, sürücü qarşıdan gəlir, texnikanı görür. Amma texnikanın arxasında, texnika 2 metrədirsə, 4 metr, 5 metr arxasında olan malanı görə bilmir. Çünki burada heç bir işıqlandırma və yaxud digərinə hər hansısa bir var. Amma bunun arxasında olan 5 metr enində ağır malanı nizamlaya bilmir. Çünki orada heç bir işıqlandırma və yaxud digər hər hansısa bir xəbərdar edici nişan yoxdur. Və nəticədə bu tip qəzalar baş verir. Sizdən də əziz traktor sürücüləri, xahişimiz budur ki, həmən bu apardığınız qoşqulara hər hansısa bir xəbərdar edici bir işıq, nəsə bir şey qoyun ki, beləsinə dəhşətli bir faciələr baş verməsin.